Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verdi. Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə öz dədə-baba yurdlarına qayıdıb. Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xəttləri yoxlanılıb. 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda 60 çarpayılıq bir nömrəli körpələr evi uşaq bağçası və 624 şagird yerli tam orta məktəbdə əsaslı təmir işləri aparılıb. Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ildə oktyabrın 15-də bu qəsəbədə olub. Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. Sonra dövlətimizin başçısı Xankəndi şəhəri Kərkicahan qəsəbə sakini Yadigar Əsədovanın evində oldu. Gəlmisiniz. Hoş geldiniz. Həmişə siz gələsiniz. Bizim vətənə, elimizə, obamıza, Kərkicahan qəsəbəsinə. Bəli. Hoş gəlmisən, hoş gəlmisən, hoş gəlmisən. Hoş gəlmisən, hoş gəlmisən. Sağlığın başına dönür. Siz de hoş geldiniz. Doğma vətənə. Sən Allah saxlasın. Sağ ol. Sən ki Azərbaycan millətin öz vətəninə gəldin. Çox sağ ol. Sağ ol. İndi necə yaşayırsınız burada? Rahat yaşayırsınız? Rahat, qəşəng. Allah sağ dəyməsin. Dünya durdursan durdurmaz. Sağ ol. Ev də gözəldir. Gözəldir, qəşəngdir. Bu işğal dövründə harada yaşamısınız? Gəncədə. Gəncədə. Başmışıq Gəncəyə getmişik. Balaca otellər var idi. Yataqxanada. Bəli, elə bir adam orada olurdu, bir orada olurdu, bir-birinə qarışıq. İndi çox sağ ol. Gözəl evlər verirsən. 34 ildən sonra. Hə, 34 ildən sonra gəlib Kərkicahan qəsəbəsinə olmuşuq. Çox sağ ol. Sağ olun. Təbrik edirəm sizi. Xoşbaxt yaşayın. Sağ ol. Allah can sağlığı versin, uzun ömür versin. Gözəl tikilişi var, gözəl tikmişsiniz. Yaxşı. Hər şey təmirli, ən yüksək səviyyədə. Hə. Sağ ol, başına dönüm. Çok güzel her şey canım. Her şey çok güzel. Elimizi obamıza yığıştık şükür. Allah sizi prezidentlikdən əski eləməsin. Həmişə var olun. Kərkicahan qəsəbəsinə də xoş gəlmisiniz. Evimizin ilk qonağı siz oldunuz. Hoş gəlmisiniz. Sağ olun. Bir daha təbrik edirəm sizi. Sağ olun. Rahat yaşayın. Doğma torpaqda. Allah sənin canını sağ eləsin. Sağ ol. Sağ dəyməsin. Sağ ol. Fürsətdən istifadə edib sizin qarşıdan gələn yerinizi təbrik Bir edirəm. də təbrik edirəm. Bala neçə aydır? 13 günlük 13 günlük. Bəli. Maşallah. Kərkicahanın ilk köçkünlüyünün balası. Bəli. Gəncədə doğulur. Bəli. Təbrik edirəm. Çox sağ olun, çox sağ olun.